Bismillahirrahmanirrahim. Her gece dünyanın dört bir yanında milyarlarla insan, kainatın en sirli, en izah olunmaz hadiselerinden birini yaşayır. Lakin biz buna o kadar öğreşmişik ki, ona en adi bir verdiş kimi yanaşırıq. Işıkları söndürür, yorganı üstümüze çekir ve gözlerimizi yumuruq. Biz buna sadece olarak yuxu deyirik. Amma felsefe ve mənəviyyat dilində yuxu kiçik ölümdür. O, ruhun müvəqqəti olaraq fiziki bədəndən ayrılıb, zamanın və məkanın olmadığı fərqli bir aləmə, qeybə səfər etməsidir. Heç dərindən düşünmüsünüzmü? Biz bədənimiz hərəkətsiz vəziyyətdə dincələrkən, ruhumuzu necə bir mühitdə, necə bir vəziyyətdə buraxırıq? Biz evimizin qapılarını oğrulardan qorumaq üçün 2 dəfə kilidləyirik. Maşınımızın siqnalizasiyasını yoxluyuruq. Telefonlarımızın enerjisini səhərə qədər sönməsin deyə doldururuq. Amma ən qiymətli və ən kövrək varlığımızı, ruhumuzu və zehnimizi günün bütün stresinə, qorxularına, travmalarına və qaranlıq enerjilərinə qarşı tamamilə açıq, qapısız və müdafiəsiz buraxırıq. Əgər siz yuxuya bir mübahisənin kədəri, sabahın qayğısı, kiminsə sizə etdiyi xəyanətin acısı və ya izlədiyiniz mənfi bir xəbərin qorxusu ilə yatırsınızsa, ruhunuzu o qaranlıq aləmdə çox ağır bir müharibənin içinə atmış olursunuz. Səhərlər niyə əzgin oyandığınızı, niyə sinənizdə səbəbsiz bir ağırlıq olduğunu düşünürsünüz. Çünki bədəniniz yataqda hərəkətsiz qalsa da, ruhunuz bütün gecəni o mənfi enerjilərlə döyüşərək keçirib. Bugün bu huzur səyahətimizdə yatmazdan əvvəl ruhunuzun qapısını necə kilidləyəcəyinizi, o görünməz qoruyucu qalxanı necə işə salacağınızı öyrənəcəksiniz. Biz birlikdə həm elmin, həm də mənəviyyatın işığında ən güclü mənəvi zirehinizi quracağıq ki, gecənin qaranlığında ruhunuz tam bir əminamanlıq içində dincəlsin. Bu mənəvi zirehin niyə sadəcə bir ehtimal deyil, mütləq bir ehtiyac olduğunu anlamaq üçün müasir nevrologiya və psixologiyanın kəşf etdiyi çox dəhşətli bir həqiqətə baxaq. Yuxuya getməzdən əvvəlki son 20 dəqiqə insan beyninin, xüsusilə də şuuraltının ən həssas, ən müdafiəsiz olduğu vaxtdır. Bu vaxt ərzində beynimiz gün boyu bizi oyaq saxlayan sürətli beta dalğalarından yavaş-yavaş alfa və nəhayət teta dalğalarına, yəni dərin huzur və şuuraltı dincəlmə halına keçir. Sizin beyniniz bu anlarda tam bir süngərə çevrilir. Siz o son 20 dəqiqədə nəyə baxırsınızsa, nəyi düşünürsünüzsə, hansı duyğunu hiss edirsinizsə, şuuraltınız onu beynin ana mərkəzinə növbəti 8 saatın həll olunmalı proqramı kimi yüklüyür. Əgər siz yataqda sağa-sola çevrilərək sosial şəbəkələrdəki xaosu izləyib, pisləşən iqtisadiyyatı düşünüb yatırsınızsa, beyniniz bütün gecəni qorxu hormonları, yəni kortizol ifraz edərək o xaosu həll etməyə sərf edir. Bədən yatır, amma sinir sistemi təhlükə siqnalı çalır. Zireh qurmaq, ruhun və beynin söndürmə düyməsini doğru və təhlükəsiz şəkildə basmaqdır. Biz mənəvi bir təmizlənmə aparmadan, düşüncələrimizi süzgəcdən keçirmədən yatağa girəndə, sanki bütün günü geyindiyimiz çirkli, palçıqlı paltarla təmiz, appaq bir yatağa uzanmış oluruq. İndi biz bu son 20 dəqiqəni sadəcə yuxuya getmək üçün deyil, mənəvi bir qala qurmaq üçün necə istifadə edəcəyimizi addım-addım kəşf edəcəyik. Mənəvi zirehin ilk və ən qalın qatı sözlərlə və ya dualarla deyil, qəti bir sərbəst buraxmaq addımı ilə qurulur. Təsəvvür edin ki, dərin, huzurlu bir dənizin səthində uzanıb dincəlmək istəyirsiniz. Lakin ciblərinizi kəskin uclu, ağır daşlarla doldurmusunuz. Nə qədər çalışsanız da, nə qədər dərindən nəfəs alsanız da, o daşların ağırlığı sizi qaçınılmaz olaraq dibə çəkəcək. O daşlar gün ərzində ürəyinizə yığdığınız incikliklər, qəzəblər, məyusluqlar və nifrətlərdir. Bugün kimsə sizə layiq olmadığınız bir söz deyib, kimsə işdə haqqınızı tapdalayıb, ya da bir doğmanız sizi anlamayıb. Sizin egonuz pıçıldayır. Bunu unutma, onlara qəzəblən. Əgər o insanı və o acı hadisəni yatağınıza gətirirsinizsə, o ağır daşlarla, o insanların zəhəri ilə qucaqlaşıb yatırsınız deməkdir.
ən keçilməz mənəvi zireh, mütləq bağışlamaqdır. Bu, onlara haqq qazandırmaq deyil, bu öz ruhunuzun qapısından zəhəri çölə atmaqdır. Gözlərinizi yumun və sizi incitmiş hər kəsi xəyalınızda qarşınıza gətirin. Onlara ürəyinizdə belə deyin: sizin mənə verdiyiniz ağırlığı və qəzəb yükünü ürəyimdən söküb atıram. Mən qisas almaq haqqımdan imtina edirəm. Sizi Allaha tapşırıram və yalnız öz ruhumun huzuru, öz canımın azadlığı üçün sizi bağışlayıram. Siz bunu səmimiyyətlə dediyiniz an, o ağır daşlar cibinizdən düşür. Qəlbində heç kimə qarşı kin saxlamayan, içini boşaldan insanı, gecənin qaranlıq enerjiləri, qarabasmalar zədəliyə bilməz. Çünki kin və nifrət insanın mənəvi zirehindəki ən böyük, ən qaranlıq dəlikdir. Qəlbimizi kindən təmizlədikdən sonra, indi bu zirehin fiziki və mənəvi tətbiqinə keçməliyik. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin hər gecə etdiyi və bizə miras qoyduğu o fövqəladə müdafiə üsulunu və ən çox yorulduğumuz anlarda oxunmalı olan o sirli zikri xatırlayaq. O, mübarək əllərini birləşdirər, avuclarını bir qab kimi açaraq ora təmizləyici və qoruyucu surələri, İxlas, Fələk, Nas surələrini oxuyar, sonra isə o avuclarındakı mənəvi enerjini mübarək nəfəsi ilə canlandırardı. Ardından o əllərini başından başlayaraq bütün bədəninə çəkərdi. Siz bunu edəndə əslində auranızı mənəvi bir möhürlə bağlayırsınız. Kainata bu mesajı verirsiniz. Mənim bu bədənim və ruhum artıq Yaradanın himayəsindədir. Heç bir qaranlıq enerji bu işıq səddini keçə bilməz. Lakin bununla bitmir. Bəzən bədənimiz və ruhumuz o qədər yorğun olur ki, dualar belə dilimizə gəlmir. Bir gün Həzrəti Fatimə selamullahi aleyha ev işlərindən və həyatın ağırlığından çox yorulduğunu bildirib, atasından ona xidmət edəcəyi bir xidmətçi istədi. Peyğəmbərimiz isə ona xidmətçi əvəzinə ruhun və bədənin yorğunluğunu söküb atan, insanı yenilməz edən o məşhur zikri öyrətdi. Yatağına girdiyin zaman 33 dəfə Subhanallah, yəni Allah bütün nöqsanlardan pakdır, 33 dəfə Əlhəmdülillah, yəni bütün həmd və şükürlər Allaha məxsusdur və yekündə 34 dəfə Allahu Əkbər, yəni Allah hər şeydən böyükdür de. Bu zikir sizin yorğun ruhunuza geydirilən dəmirdən bir köynək, tükənməz bir enerji mənbəyidir. Sizin o gözəl zirehinizdəki digər bir çat, hələ yaşanmamış gələcəyin qayğısıdır. Yataqda qaranlıqda uzanıb, tavana baxaraq sabah nə olacaq, o borcları necə ödəyəcəm, o imtahandan necə keçəcəm, işdəki o problemi necə həll edəcəm deyə düşünmək, ruhu öz əllərinizlə parçalamaqdır. Siz otaqda, yatağın içində qaranlıqda oturub, sabahın günəşini zorla çıxara bilərsinizmi? Yoxsa zamanı sürətləndirə bilərsinizmi? Xeyr, kainatı idarə etmək sizin vəzifəniz deyil. Egonuzun sizə oynadığı ən böyük oyun, hər şeyi mən düşünməliyəm, mən həll etməliyəm xülyasıdır. Sizə aid olmayan yükü buraxın. Yatmazdan əvvəl tətbiq edəcəyiniz ən böyük fəlsəfə təvəkküldür. Bütün o edilməli olanlar siyahısını, bütün qorxularınızı xəyali bir sandığa qoyun və onu aləmlərin Rəbbinə əmanət edin. Deyin ki, Allahım, mən bir bəndə kimi bugün əlimdən gələni etdim, yoruldum. İndi isə qələmi sənə verirəm, hər şeyi sənə tapşırıram. Sən mənim ürəyimi mən tamamilə huşsuz yatarkən belə döyündürürsənsə, nəfəsimi tənzimləyirsənsə, demək ki, mənim sabahki ruzumu və dərdimi də məndən qat-qat yaxşı idarə edərsən. Təvəkkül edib sandığı təhvil verən insan, zirehi qırılmaz poladdan olan insandır. Çünki o bilir ki, kainatın ən böyük qüdrəti, ən böyük senaristi onun keşiyində durur. Bu dərin təslimiyyət hissi beyninizdəki bütün təşviş siqnallarını söndürəcək və siz mütləq bir təhlükəsizlik içində yuxuya dalacaqsınız. Bu mənəvi zirehin son qapı kilidi insanın öz-özü ilə apardığı hesabatdır.
günün qısa bir xülasəsini vermək, amma bunu özünü qırmaq, qınamaq və peşmançılıqdan məhv olmaq üçün yox, şəfqətlə təmizləmək üçün etmək. Gözlərinizi yumub, gününüzü bir film lenti kimi sürətlə zehninizdən keçirin. Harda səhv etdiniz? Kimin qəlbini haqsız yerə qırdınız? Harda nəfsinizə məğlub oldunuz? O səhvi tapın, gizlətməyin. Rəbbinizə pıçıldayaraq, bağışla Allahım, mən zəiflik etdim. Sabah sənin izninlə daha yaxşısını edəcəm deyin və o səhvin ağırlığını orada, otağın o küncündə buraxın. Sonra isə dərhal yönünüzü dəyişin. Gün ərzində baş vermiş ən kiçik, ən sadə bir gözəllik üçün, bəlkə günortadan sonra içdiyiniz o dadlı isti çaya, bəlkə küçədə gördüyünüz o təbəssümə, bəlkə də sadəcə bu an isti bir yataqda olduğunuz üçün səmimi bir şükür edin. Şükürlə yuxuya gedən ruh qaranlığa deyil, nura qərq olar. Şükür sizin mənəvi zirehinizin ən parlaq nöqtəsidir. Siz çox şükür, həmd olsun dediyiniz an, ruhunuz dünyanın ağırlığından qoparaq işıq dolu bir aləmə keçid edir. Bu, gecənin bütün qorxunc ağırlıqlarını sizdən uzaq tutan, sabahki günə böyük bir ruzu bərəkəti qatan ən güclü mənəvi rəqabətdir. İndi sizin zirehiniz tamamlandı. İndi bədəninizi tamamilə sərbəst buraxın. Gözlərinizi yavaşca yumun. Artıq dünyanın sizə ehtiyacı yoxdur. Sizin də bu an dünyaya heç bir ehtiyacınız yoxdur. Yavaş-yavaş və dərindən nəfəs alın. Hiss edin ki, hər nəfəs aldıqda qurduğunuz o mənəvi zireh, o qoruyucu işıq halqası bədəninizi daha sıx bürüyür. Bağışladığınız insanların ağırlığı ürəyinizdən su kimi axıb gedir. Sabahın yükü çiyinlərinizdən tamamilə düşür. Ovucularınızdakı o nuru, etdiyiniz o zikirlərin titrəyişini bütün varlığınızda, hüceyrələrinizdə hiss edin. Sizindir dağıdılmaz, ilahi bir qoruma örtüyü içindəsiniz. İndi ruhunuzun dərinliyindən Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm hər gecə yatağa uzanarkən oxuduğu o möhtəşəm təslimiyyət duasını pıçıldayın. Bismikə Rabbi və za'tu cənbi və bikə ərfa'uhu. İn əmsəkdə nəfsi fərhəmhə və in ərsəltəhə fəhfəzhə bimə təhfəzu bihi ibədəkəs salihin. Yəni, sənin adınla, ey Rəbbim, bədənimi yerə qoydum və sənin iradənlə onu qaldıracağam. Əgər yuxudaykən ruhumu tutub saxlayacaqsansa, yəni məni öldürəcəksənsə, ona rəhm et. Yox əgər ruhumu yenidən bədənimə qaytaracaqsansa, salih bəndələrinə etdiyin kimi məni də qoru. Hiss edirsinizmi? İçinizdəki o sonsuz sakitlik necə böyüyür? Boğazınızdakı o düyün açılır. Siz artıq tək deyilsiniz. Siz Yaradanın xüsusi himayəsinə sığındınız. Siz ən gözəl şəkildə zirehləndiniz. İndi heç bir qorxu olmadan rahatlıqla yuxuya gedə bilərsiniz. Bu mənəvi oyanışınızı və təslimiyyətinizi təsdiqləmək üçün rəy bölməsinə keçib bu sadə cümləni yaza bilərsiniz. Ruhumu Yaradanın himayəsinə və mütləq hüzura təslim edirəm. Əgər bu mənəvi səyahətimiz sizə gecənin qaranlığında o mütləq zirehi geyməyə kömək etdisə, zehninizdəki o tufanı dayandırdısa, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gecənizin hər zaman nurla dolması, yuxunuzun isə ruhunuzun ən gözəl meyracı olması diləyi ilə. Sizləri əsla yatmayan və hər kəsi qoruyan uca Allaha əmanət edirəm.